Xoş gördük Soru TV izləyiciləri. Bugünkü qonağımız hüquqşünas mediator Zaur Quliyevdir. Boşanmaların sayı sürətlə artır. Bunun əsas səbəbi nədir? Xoş gördük. Mən də sizi və izləyiciləri salamlayıram. Ailələr qurulan zaman insanlar seçimlərini düzgün eləmirlər və ailə həyatına hazır olmurlar. Hətta özlərinə ömürgün yoldaşı seçməkdə istəyir qadınlar və kişilər hazır olmurlar. Zaur bəy, ən çox boşanan sevib ailə quranlardır, yoxsa məsləhətlə, toyda falan, toy kasetlərində və yaxud da ki, dost tanışın məsləhət verdiyi və yaxud da ki, qohumlar ən çox hansılar boşanır? Ümumiyyətlə hesab edirəm ki, evlənmələrin içində ən çox sevgidən kənar, məsləhətlə, evlilik xatirinə ailə quranlar çox olduğu üçün elə boşanmalarda da həmin ailələr daha üstünlüyü təşkil edir. Yəni sevib ailə quranlardan çox məsləhətlə, tanışlıqla, evlənmək xatirinə evlənənlərin boşanma sayı daha yüksəkdir.